Sızınaqlar, səpgilər və tüklənmə. Bunlar təkcə kosmetik problemlər deyil. Mən Ayşən doktor. Bu günlərim sizinlə kanalımızda sızınaqlardan, tüklənmədən əziyyət çəkən xanımlar haqqında danışacağıq. İstər xanımlar, istər bəylər son zamanlar bu problemdən daha tez-tez rast gəlinir. Pasientlərin bu zaman dərinin əlacı təkcə kosmetoloqlar, dermatoloqlar deyil, həm də endokrinoloqlar ola bilər. Çünki bu problemlərin əsasında bir çox hormonal proseslər, bağırsaq mikrobiotasının pozulması, mineral və vitamin defisitdə dayana bilir. Əsas müşahidə olunan problemlər qadınlarda xüsusən androgen hormonlarının, yəni qadın orqanizmində kişi hormonlarının miqdarının artması və bunun nəticəsində nəinki sızanaqların və tüklənmənin yaranması, həm də aybaşı siklinin pozulması, qarşısı alınmazsa da gələcəkdə sonsuzluq ilə özünü göstərə bilər. Bir xəstə üzərindən danışmaq istəyirəm. Pasientimiz gənc xanımdır, davamlı olaraq lazer epilyasiyasından istifadə edir. Ancaq bu metoddan istifadə etməyə baxmayaraq sürətlə yenə tüklənməsi davam edir. Həmçinin sızanaqları var. Bu sızanaqlarla illərdir müalicə alır, amma yenə müalicələri bitirən kimi yeni sızanaqlar çıxmağa başlayır və pasientdən yorulmuş kosmetoloqlar düşünürlər ki, bir endokrinoloqa yönləndirsinlər. Kaş ki bunu öndə eləyərdilər və pasientin müayinəsi zamanı onun androgenlərinin yüksəkliyi aşkarlanır. Dehidroepiandrosteron sulfat deyilən bir hormonun daha yüksək olması, 17 oksidroksprogesteron hormonunun yüksək olması araşdırılır. Müayinədən sonra pasientə hormonal testlər qoyulur. Hormonal testlərin sonunda isə deməli pasientdə genetik defekt aşkarlanır. Genetik defektin olan pasientlərdə müalicə digərlərindən tam fərqlənir. Ancaq tüklənmədə xeyli azalma, səpkilərin normallaşması kimi əlamətlər özünü göstərmiş olur. Ona görə də hər zaman tüklənmə və sızanaqlar üçün yalnız döyəcəyiniz qapı kosmetoloqlar deyil. Öncə bunu düşünürsünüz ki, bu ola bilsin ki, orqanizmin hər hansı bir əlamətini sizə çatdırmaq istəyidir. İlk olaraq həkim endokrinoloqlara yaxınlaşıb hormonal sabit olduğunuzu bildikdən sonra yerli müalicələr üçün əlbəttə ki, dermatoloq həmkarlarınıza müraciət edəcəksiniz. Özünüzə yaxşı baxın və bu videonun daha çox sızanaqlardan və tüklənmədən əziyyət çəkən pasientlərə yönləndirməyi unutmayın. Sağ olun.